Uşaqlarda miqren olurmu? Miqren bəlli aralıqlarla baş verən tutma şəkilli baş ağrılarıdır və uşaqlarda da müşahidə oluna bilir. Böyüklərdə miqren 3 saatdan 72 saata qədər çəkən, bir tərəfli zonklayıcı xarakterdə ürək bulanması ilə müşahidə olunan baş ağrılardır. Uşaqlarda miqrenin gedişatı biraz fərqli olur. Tutma zamanı böyüklərə nisbətən qısa müddətdə ola bilir, bəzən yarım saata qədər az bir müddətdə bilir. Tutmalar çox vaxt iki tərəfli olur, ürək bulanmaları olmaya bilər. Əgər nevroloji müayinə zamanı nevroloji defisit müşahidə olunarsa, diaqnostika üçün maqnit rezonans tomoqrafiyadan istifadə oluna bilər. Çox geniş yayılmış təsəvvürlərin əksinə olaraq miqren həm uşaqlarda, həm də böyüklərdə müalicə olunan bir xəstəlikdir. Miqrenin müalicəsinin həm tutmaları önləmək üçün profilaktik müalicə deyilən müalicədən istifadə olunur, həm də tutma zamanı ağrını sakitləşdirmək üçün müxtəlif preparatlardan istifadə oluna bilər. Önləyici müalicəni aparmaq miqrenin şiddətindən və hansı dərəcədə tez-tez baş verməsindən asılıdır. Əgər miqren tutmaları tez-tez olursa, çox şiddətli olursa, uşağın gündəlik yaşamı və məktəb performansını etkiləyirsə, onda miqrenin profilaktik müalicəsi haqqında qərar qəbul olunur və müalicəyə başlanılır.